Salam əziz izləyicilər, hər biriniz kanalıma xoş gəldiniz. Bugün möhtəşəm bir bulkalar hazırlayacağız. Alma bulkası bir sözlə möhtəşəmdir. Keçək lazım olan ərzaqlara. 1 stəkan ilıq süd, 1 stəkan ilıq su, 1 xörək qaşığı quru maya, 4 xörək qaşığı şəkər tozu, 1 çimdik duz, yarım stəkan duru yağ, 2 ədəd yumurtanın birini sarsın üzərinə saxlayıb qaba əlavə edirik və qarışdırırıq. 1 vanil, 1 qabartma tozu qaba əlavə edib üzərinə 3 stəkan un əlavə edilir və qarışdırılır. Bir stəkan da un əlavə edilir. Bir stəkan yarım un əlavə edib yoğrulur xəmir. Yarım stəkan da unu əlavə edirik xəmirin üzərinə. Nəticədə 6 stəkan un istifadə olunur. Xəmir ələ yapışan yumuşaq xəmir olmalıdır. 1 xörək qaşığı qədər duru yağ əlavə edib xəmiri yoğururuq ki, yumuşaq xəmir əldə olunsun. Xəmir 1 saat mayalanır. Tavaya 4 ədəd tyorkadan keçmiş almaları əlavə edib suyun çəkənə qədər bişirilir. Üzərinə yarım stəkan şəkər tozu əlavə edilir. Bir çay qaşığı darçın tozu əlavə edilir üzərinə. Darçın tozu əlavə etdikdən sonra 1 dəqiqədən sonra qazın üzərindən götürülür. 1 saat dinləndirdiyimiz xəmir çox gözəl mayalanıb. Xəmiri havasını alırıq ki, çox gözəl qabaran kündələri əldə olunsun. Nəticədə 13 ədəd kündə alınır. Xəmiri dinləndirmədən 1 ədəd kündəni götürüb yayırıq. Xəmiri hazırladıktan sonra hər iki tərəfə hazırladığımız islikdən əlavə edirik və yayırıq. İçlikləri əlavə etdikdən sonra xəmirin kənarlarını rulo formasında bururuq. Baxın, burada da göstərirəm necə bükülmək lazımdır. Hər iki tərəfi də eyni qaydada bükürük və bir-birinə yaxınlaşdırıb əlimizlə forma veririk. Forma verdikdən sonra listə yerləşdiririk xəmiri və digər kündəni də yayıb sizlərlə bölüşürəm. Xəmir çox gözəl yumuşaq xəmirdir. Bunu əlinizlə də yaya bilərsiniz. Eyni qaydada hər iki tərəfə də içlikdən əlavə edib kənarlarını rulo formasında burub forma veririk. Gül formasında veririk ki, gözəl görüntü alınsın.
Üzerini örtüp 40 dakika mayalandırırıq. Mayalandıktan sonra üzerine 1 adet sakladığımız yumurta sarısının üzerine 1 xörək kaşığı da süt əlavə edib kənarlarını üzerine çəkirik. Üzerlerine küncüt səpirik. Bulkalar 300 derecelik sobada 20-25 dakika kadar pişirilir. Bulkalar sobadan çıktıktan sonra üzerine çörek yağı ile yağları çiğ yumuşak olsun. Bulkaların üzerine çörek yağı ile yağladıktan sonra 10-15 dakika kadar gözlədirik ki biraz soyusun. 10-15 dakika keçdikdən sonra bulkaları nuş edə bilərsiniz. Görün necə də gözəl bulkalardır. Burada da bir ədədini kəsib sizlərlə bölüşürəm. Bəh, çox ləzzətli bulkalardır. İnanın, bir marketlərdən alınanlardan qat-qat dadlıdır da. Bir sözlə yeyənlər heyran qalır ləzzətinə. Çayın yanında nuş edə bilərsiniz. Pambıq kimi yumuşaq bulkalar. Qeyd edim ki, bulkalar 13 ədəd bulka alındı. Bulkaların miqdarını artırmaqla daha çox bulka əldə edə bilərsiniz. Değerli izleyicilerim, kanala abone olup like edip fikirlərinizi şərh bölməsində bildirməyi unutmayın. Göz haqqınızı halal edin. Yeni reseptlerde görüşənədək hələlik.